İlk önce təyin et. Həqiqətən o insanı unutmaq istəyirsən yoxsa yox? Çünki bəzi insanlar birini unutmaq istədiklərini düşünürlər, amma içdən-içə suallar verildikcə başa düşürük ki, əslində o insanı unutmaq istəmir. Çünki o insanı unutsa bir daha elə bir hiss etməyəcəyindən qorxur. Lakin əgər onu həqiqətən unutmaq istəyirsinizsə, bu videonu sonuna kimi izləyin. İlk öncə təyin edin, o insan sizin hansı emosional boşluğunuzu tamamlayır. Çox vaxt bu insanın özü ilə əlaqəli olan bir şeylər olur. Birinin yanında özünüzü bəyənirsiniz və birinin yanında rahat birinə dönüşürsünüz. O insana qarşı çox fərqli bir münasibətiniz olur və bağlanırsınız. Bəzi insanlarda isə sadəcə istilik, qayğı, sevgi, o tərzdə bir emosional boşluq tamamlanır və o boşluq tamamlandığına görə sadəcə ona bağlanırsınız. O insanın sizdə doldurduğu emosional boşluğu təyin etdikdən sonra o emosional boşluğu müstəqil şəkildə necə tamamlaya bilərsinizsə ona fokuslanırsınız. Sevgi boşluğuydu. Sizin özünüzə o sevgini, o qayğını verməyinizə nə əngəl olur? Niyə görə siz özünüzə o qayğını, o sevgini vermirsiniz? Tutalım ki, onun yanında relaks olurdunuz. Niyə onsuz elə ola bilmirsiniz? Niyə görə istədiyiniz kimi olmaq üçün sırf yanınızda biri olmalıdır? Niyə özünüzə istədiyiniz birinə dönüşməyə icazə vermirsiniz? Sonra isə o insanı sizə xatırladan hər şeydən bir müddət uzaq durun. Onunla getdiyiniz yerlərə getməyin, onun sizə verdiyi hədiyyələri özünüzdən uzaqlaşdırın. Əlbəttə ki, bu proses deyildiyi qədər asan deyil, amma mən sizə inanıram. Əgər həqiqətən o insanı unutmaq istəyirsinizsə, siz unudacaqsınız.